2 milyona yaxın olan Uyğurlara işgəncə çəkdirildiğini bilirdinizmi Çinlər tərəfindən? 1950-ci ildən bu günə qədər Sincan ərazisində olan Çinlərin Sincan adladığı yerdə Türkistanın doğma torpaqlarında da işgəncə eləyirlər. Həm də bir tərəfdən də həbs düşərgələrində də fərq eləmir, öldürürlər. Həm də 14 yaşlı qızların namusunu da heçə sayırlar. Bir tərəfdən də qadınların da namusunu heçə sayırlar. Elə ki, bəzi kişilər də var ki, ağır şərtlərlə də işgəncələr olur. Həm də bir tərəfdən də ac buraxırlar, susuz buraxırlar, həm də öldürürlər. Onlarda da var, həm də namaz qıldıqları üçün bunların məscidlərini, ibadət yerlərini də dağıdıblar. Həm də yalandan da turistlərə qoyurlar ki, bunlar Uyğurları da Çincə öyrədirik, Çincə danışır. Əslində elə deyil, əksinə həbsxanada salıb işgəncə edirlər onlara qarşı. Amma bu dünyada bəzi dövlətlər buna susur, heç biri cavab verə bilmir. Həm də onlarda bir qadağalar var ki, Çinlər qadağa qoyub ki, namaz qılmaq olmaz, türk sözü demək olmaz. Hələ 1997-ci ilin Ramazan ayından da əvvəllər də bir dəfələr namaz qılan yerdə də Uyğurları da güllələmişdilər, həm də öldürmüşdülər. Bunların da türk soyqırımı alan, amma bəziləri də heyf olsun ki, bunlara susurlar. Heç biri dinmir.